Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri İmişlinin Xəlfəli kəndindəyik. Bir fermamız çıxdı satışa, qanun sənədlə 100 hektar, bir 15 hektarda yəni əlavəsi var. Kərəntini götür, oturun pit. Hamısını çəkib göstərəcəyik qardaş. Buranı yani 90 bine alınmış yerdi. Bu günləri onu 45 bin manata təhlib edirik. Yani maşınla da barsel var. Bak bu gördüğünüz yere, bak belə üzü hamısı. Bak bu kanaldır. Arpa ekilmişti bak bu yere, gördüğünüz yere. 25 hektardı bak burası. Gösterəcək kardeş. 115 hektar yerdi cəmi. 100 hektarı qanun sənədlə. Su da başının üstündədir. Gördüğünüz kimi göstereceğim bakın. Su da başının üstündədir. Elə bilməyin ki, yəni deməyədir. Kanal başının üstündədir. Buyurup baxa bilərsiniz, çəkəcəm hamısını. Bak, bu fermamızdır girişi. Çəkəcək hamısını, baxasınız. Bak bu yerler hamısı düz əkin olubdur. Bak, üzü belə. Burası 50 hektar idi əkin yeri, sol tərəfi. Hamısını göstərəcək, baxın. Cəmi 100 hektarı qanun sənədlə 15 hektarı yani əlavəsi var. 115. Bax bu da ağaçlardır, qəşəng. Girişidir. İndi çəkim hamısını göstərəcəyik. Baxın. Hamısını çəkəcəyik. Mal tövləsində, qoyun tövləsində, toyuq düzə saxlama yerində, hamısında. Bax, gözəl qardaşlar, bura meyvə ağaçlarıdır, əkilib. Göstereceğiz artizan zalda. Suyu da var. Işığı var yəqin ki buranın. Panelləndi ışığı. Göstereceğim hamısını. 24 saat axır gecə gündüz. Su daimi var, artizanı. Hamısı bax bura məxsusdur. Bax bu yerə. Çəkib göstereceğim hamısını. Meyvə ağaçları var. Əkiflər hamısı. Qəşəng kölgələnəcəyi şəraiti var. Göstərəcəyik baxın qardaşlar.